Hər vaxtınız xeyir olsun. Bugün 19 aprel buraxılış məzun imtahanına düşmüş növbəti qəbul sualına baxırıq. Choose the correct interrogative word. Düzgün sual sözünü tapmağımız tələb olunur və baxırıq ki, cümlədə to var. Bu artıq bizə bir yönlənmə, istiqamət olduğunu göstərir. Deməli, how much nə qədər deməkdir? Who kim deməkdir? Why nə üçün deməkdir? How necə deməkdir? When isə nə zaman deməkdir? Və baxırıq ki, məna baxımından sirrini dedin. Yəni why məsəl üçün versəydi, nə üçün dedin? Artıq to burada artıq olacaqdı. Digərləri də həmçinin məna baxımından uyğun gəlmir. Ona görə deməli who kimə dedin? Kim və to birləşəndə kimə mənasını verir. Ona görə də doğru variantımız D variantı. Deməli, növbəti dərs izahlarında görüşənədək sağ olun.